Şair, necə? Nədən bu haldasan? Bir vəfasızdan ötürü dərdimdən dağlar ah çəkir. Nədir dərdin? Danış biz də bilək. Dinləyin xalqım mənim, belədir mövzum mənim. Dünyasın ağ meydanı, incidir çox insanı. Məcnunun saf eşqini, cavanlığı sevgini. Qızların əksəriyyəti pulda görürlər qəti. Mən də elə bu haqda qeyd elədim varaqda. Başıma gələndən sizə eyləyim mülahizə.
Mənim körpə bir balam problemdədir möhkəm, tutub dur onu dərdqən, gedir tez-tez özündən, yaş axırdı gözündən. Dedim olma narahat, qayıdım sağ salamat, daha düşmərsən dara, göndərərəm pul para, bankdan götürərsən, ehtiyacva verərsən, çəkər dərsəri, fikirlə döndüm geri, yarım düşməsin dara, həmən 2 gündən sonra, ümidlə, həvəsilə, banki vasitəsilə, sevdiyim nazlı yara, göndərirdim pul para, istədiyini alırdım, yarı razı salırdım, yerə salmırdım sözünü, övladının həm özünü, müalicəsini edirdim, onu möhkəm sevirdim, olsa da müalicə, sağalmırdı sadəcə, pisləşirdi vəziyyəti, qalmamışdı taqəti, hər şey üçün çalışdım, bibisindən danışdım, qızım pisdi vəziyyəti, yaman çəkir əziyyəti, xeyri yoxdur dərmanın, hər dəfə bir loğmanın, gedirsiz əmiri ilə, siz iş görün biri ilə, renginə salın qızı, rahat olun ən azı, həkim narazı qalsa, pul para lazım olsa, mən üçün edərsiz xəbər, göndərərəm müxtəsər, səhər özü zəng eylədi, ağlayaraq söylədi, həkim deyir çox qəliz, böyrəyim çürüyüb təmiz, o birinə verir ziyan, fikirdən üzlübdü can, 500 manat vardı tək, yenə 1000 manat gərək, göndərdim 1000 manat, yarım oldu əməliyyat, azaldı ağrı əzab, məndəsə qalmayıb tab, hər gün fikri xəyalda, qəlbi dərddə məlalda, təmiz itimişdi başım, pozulmuşdu yaddaşım, aylar gəldi ötüşdü, anam bu fikrə düşdü, oğul çəkirəm əziyyəti, dinlə ginən söhbəti, yox qabaqda qardaşın, gərək keçməsin yaşın, oğlum atan da yoxdur, ananın arzusu çoxdur, gəl evləndirim səni, zaman qocaldır məni, sevginlə bir afəti, edək toy ziyafəti, söylədim canım ana, and olsun şirin cana, var mənim öz sevgilim, ürək parəm öz gülüm, sevgidə sarsılıbdı, evlənib ayrılıbdı, amma təmiz adı var, bir oğlan övladı var, biraz cavab ver mənə, özüm deyəcəyəm sənə, o qızı alarsan mənə, minnətdar olam sənə, anam dedi ay bala, heç düşmə haldan hala, ayrılsa da həmən qız, qoymaram səni yalqız, haçan deyirsən desən, yarıva elçi gedim mən, yarıvı sənin üçün alım, sizdəki xoşbəxt olur, sevənlər məni anlar, amma ki son zamanlar, həmən sevdiyim gözəl, mənə verməyin məhəl, çox acı danışırdı, sevən qəlb alışırdı, zaman keçdi ay ötdü, yar bunu təklif etdi, mənim balam xəstədir, yataqda can üstədir, Bakının həkimləri, möhtərəm sakinləri, tapa bilmir çarəsin, dərdinə dərman desin, vəfasızdı zəmanə, getməlidir İranə, qurban olum sən canın, əgər varsa imkanın, göndər 5000 manat, keçməsin bir gün saat, İranə tez göndərək, həkimlərə göstərək, dedim deyil bu mümkün, pulumun olmadığı üçün, tərk elədi yar məni, qırıb atdı nömrəni, mənsə dərd qəm içində, sevgi keçmək içində, yanırdım, alışırdım, öz-özümə danışırdım, dərdlə uzandı ara, dəqiq 5 aydan sonra, gördüm zəng gəlir mənə, həmən oyardır yenə, acığı özümü itirdim, tez sevinib götürdüm, dedim ahir bağışla, bu acı davranışla, sənin ürəyini qırdım, özümü səndən ayırdım, peşman olmuşam indi, qəlbim yaman sevindi, dedim heç eybi yoxdur,
çox sağ ol, savabıdır tutduğun yol. Qızımı çətin zülümdən qurtarmısan ölümdən. İndi də övladına kömək et Allah adına. Dedim mən kim ay xala, onu qurtarıb həq dala. Kömək edərəm darıxıma, pulçun ürəyimi sıxma. Həmən günün səhəri, istədiyi qədəri göndərdim yar gilə, dedikləri mənzilə. Pulu ki aldılar ələ, sağ ol demədilər hələ. Heç ürəyimə yatmadı, yenə ona zəng çatmadı. Narahat oldum yaman, bu neymiş Allah aman. Düşdüm fikir amarağa, neysə olub uşağa. Ürəyi qəmli halda, gözləri nəmli halda. Son qoymaq üçün kədərə, yola düşdüm şəhərə. Gəzib şəhərin